Suallarımızdan biri də buydu ki, yaxşı, qədim Romalılar il başını əvvəllər nə ilə başladırdı? Hal-hazırda yanvarda başlayır, düzdür? Lakin demək, ingilis dilində olan, bizim dilimizdə işlətdiyimiz sentyabr sözü Hind-Avropa dillərinə aiddir və september sözündən gəlir və 7 deməkdir. Oktyabr sözü 8, ingilis dilində olan 8 sözündəndir və 8 deməkdir. November ingilis dilində olan 9 sözündəndir, 9 deməkdir. Dekabr sözü də dekda sözündən olub, yəni Hind-Avropa dillərində Latın dilindən 10 deməkdir. Yəni dekabr 10-cu aya düşürsə demək, qədimdə ili nə ilə başladırmışlar? Martdan başladırmışlar. Aydındır? Yəni bu daha sonra xristianlığın qəbulundan sonra müəyyən dəyişikliklər olub. Və bu arada bizə nə deyirlər? Türk dili inkişaf eləməmiş bir dildir. Fikir verirsinizmi? O nəhənglikdə Hind-Avropa mədəniyyəti adını nə qoyub sadəcə olaraq? 7, 8, 9, 10. Və biz də sentyabr, oktyabr, noyabr, dekabr adını almışıq. Və düşünürük biz geri qalmışıq, onlar da inkişaf edir. Təbii ki, hal-hazırda müəyyən sahələrdə inkişaf edib, olduqca çox inkişaf edib. Bundan danışmıram. Dil kökündən danışıram. Biz onu 7-ci ay, 8-ci ay, 9-cu ay, 10-cu ay desək özümüzə gülərik, amma fikirləşirik onlar nəsə fərqli, hansısa sözləri kəşf edib. Məlum olur ki, heç nə kəşf etməyib. Sadəcə olaraq say deyib. 7-ci ay, 8-ci ay, 9-cu ay, 10-cu ay. Və mart ayının artıq yumurta sözündən formalaşdığını dedik. Aprel ayının Nisan sözü ilə eyni olduğunu dedik. May ayının da rus dilində ala mənasına gələn, Yunanlarda bərəkət tanrıçası mənasına gələn may və bizim umay sözü ilə eyni olduğunu mən dedim.